Salam əziz tələbələr. Bu videomuzda sizlərə yeni tipli məntiq suallarından birinin asan həll qaydasını izah edəcəm. Bildiyiniz kimi bu sual tipi son dövlət qulu imtahanında həm A kateqoriyasına, həm də B kateqoriyasına daxil edildi fərqli şəkillərdə və çox böyük ehtimalla bundan sonrakı imtahanlarda da tez-tez qarşımıza çıxacaq. Və tələbələr bu sualı imtahanda həll etməkdə çətinlik çəkmişdi. Niyə? Çünki sualı çox uzun yolla gediblər. Mən indi bu sualı sürətli və tez həll etməyin, üstəlik də dəqiq cavab tapmağın yolunu izah edəcəm. Çünki variantları da çox yaxın qoyub. Bir gediş gözündən qaçsa, əgər normal qaydada həll eləsən, bir gediş gözündən qaçsa cavabı səhv tapa bilərsən. Amma indi izah edəcəyim həll yolu ilə sualı yenə deyirəm, həm tez, həm də daha dəqiq həll eləyə bilərik. Vaxt itirmədən başlayaq. Əvvəlcə balaca bir sualla mövzunun mahiyyətini başa düşək, davamında daha böyük suallara da baxacağıq. Deməli, bax birincisi bizə deyir ki, şəkildəki boz xanalardan başlayaraq istənilən istiqamətdə, bax hər hansı boz xanadan başladıq. Deyək ki, məsələn, bundan başladıq, bax bu boz xanadan. İstənilən istiqamətdə, yəni yuxarı, aşağı, sağa və sola. Deməli, yuxarı gedə bilərik, aşağı, sağa, sola, amma çarpaz gedə bilmərik. Diaqonalla getmək olmaz. Bu istiqamətlərdə gedərək ardıcıl boz, qırmızı, qara, narıncı və boz xanalardan ibarət mümkün 5 xanalı komplektlərin sayını müəyyən edin. Nə demək istəyir? Bu bozdan başladım. Bozdan sonra nə deyir? Qırmızı. Getməliyəm qırmızıya, məsələn buna. Daha sonra qaraya, narıncıya və yenidən boza. Bu şəkildə gedə bilərəm. Bu bir komplektdir. Bozdan başladım, axırda qırmızı, qara, narıncı və tezdən boza gəlməliyəm. Məsələn, bu bozdan başlasam. Boz, qırmızı, qara, narıncı, boz. Belə də gedə bilərəm. Bax, bu da bir 5 xanalı komplektdir. Və yaxud da boz, qırmızı, qara, narıncı, boz. Belə gedə bilərəm. Və yaxud da bu tərəfə boz gedə bilərdim. Bax, bunu belə gözəyarı saymaq təhlükəlidir. Çünki başda da dediyim kimi, həm vaxtın çox gedər, həm də çox böyük ehtimalla hansısa bir gediş gözündən qaçar. Amma biz bunu necə sürətlə həll edə bilərik? Bax, əvvəlcə baxırsınız hansı rəngdən başlayırıq. Nəydən başlayıb? Bozdan. Bütün bozların üzərinə yazırsınız 1. Bu başlanğıcdır. Növbəti hansı rəng gəlməlidir? Qırmızı. Baxın, qırmızı bozdan sonra gəlib də, düzdür? Hər qırmızıya bitişik neçə boz varsa, qırmızıya onu qeyd edirsiniz. Amma ancaq sətir sütundan. Bu qırmızıya bitişik bir dənə boz var. Yazıram 1. Bu qırmızıya bitişik bir dənə boz var. Bunu saymayın ha, diaqonal sayılmır. Sətir, sütun. Bir dənə boz var. Yazıram 1. Bu qırmızıya bitişik 2 dənə boz var. Bu və bu. Baxın 1 üstəgəl 1. Neçə eləyir? 2. Yazıram 2. Bu bilirsiniz nədir? Yəni məsələn bu qırmızıya 2 dənə bozdan gələ bilərəm. Bundan və ya bundan. Bu qırmızıya yalnız bu bozdan gələ bilərəm. Yəni üstünə qeyd elədiyim gedişlərin sayıdır əslində. İndi bir də bu qırmızı, buna heç bir bozdan gələ bilmirəm, düzdür? O halda buna 0 qeyd edirəm. Yəni deyirəm, diaqonalla gəlmək mümkün deyil. Sətirdə və ya sütunda bitişik boz yoxdur. Bu oldu 0. İndi keçirəm qaraya. Baxın. Gəlib qara. Qara nəydən sonra gəlməlidir? Qırmızıdan sonra. O halda hər qaranın içərisinə ona bitişik qırmızıların sayını yazıram. Bax, bu qaraya bitişik bir dənə qırmızı var. Yazıram 1. Bu qaraya bitişik bir dənə qırmızı var. Diaqonal sayılmır. Yazıram 1. Baxın, axırda cavab çox qəşəng çıxacaq, rahat, uzun getmir. İzah edirəm deyə uzun gəlir. Bu qaraya bitişik 2 qırmızı var. Hə, deyə bilərsən, mənim bir dənədir, amma bax üzərində 2 yazılıbsa bunu 2 yazsan artıq. Yəni çünki bu qırmızının özünə 2 yöndən gələ bilirdik. Hər yöndən də qaraya gedə bilərik. Bu artıq 2 gediş sayılır bu qaraya. Yazırıq 2. Bu üzərinə yazma səbəbimiz budur. Bu qaraya yalnız bir qırmızı birləşib, yazırıq 1. Bu qaraya isə baxın 0 qırmızı birləşib. Bunu artıq biz 0 qeyd eləmişik ya. 1 kimi yaza bilməzsiniz bunu. Yəni bu o demək ki, bu qırmızıya gediş yox idi. Deməli avtomatik bunun birləşdiyi qaraya da gediş olmayacaq. Başqa hardasa qırmızı olsaydı onu qeyd eləyərdik, amma sadəcə bir dənə qırmızı var, o da 0-dır. Ona görə bunu 0 qeyd edirəm. Bu getdi. İndi növbəti nə gəlib? Narıncı. Baxıram narıncıya. Narıncı nəydən sonra gəlmişdi? Qaradan. Hər narıncıya bitişik qaraların sayına baxıram. Bu narıncıya neçə dənə qara birləşib? Baxın, bir dənə. Yazıram 1. Bu narıncıya neçə qara birləşib? 1, 2, 2 dənə. Baxın, yazıram 2. Bu narıncıya neçə qara birləşib? 0, üstəgəl 2. Yazıram 2. Bunları da yazdıq. Bax, indi qaldı boz.
Bayaq bozları yazmışdıq, indi boza qayıtmalıyıq. Bunları bir dənə silək ki, bu birlər bizi çaşdırmasın. Tezdən boza qayıdırıq, düzdür? Bax, indi yenidən boza qayıdırıq, amma boz nədən sonra gəlmişdi? Narıncıdan. Hər boza bitişi neçə narıncı varsa, onların cəmini yazırıq. Bax, bu boza 2, 1, 3 dənə narıncı birləşib. Yazıram 3. Bu boza 2 narıncı birləşib. Yazıram 2. Bu boza 2 narıncı birləşib. Yazıram 2. Bu boza isə narıncı birləşməyib. Yazıram 0. Vəssalam. İndi bizdən soruşulan sual sonda boz deyildi. Bax, sonda o bozların üzərində olanları toplayırsınız. Bax, budur cavab. Deməli, 2 üstə gəl, 3 üstə gəl, 2 də 0-ı yazmıram. Bərabərdir 7. Məsələn, bu sualın cavabı oldu A bəndi. Bu balaca sualdır. Deyərsiniz ki, ay müəllim, bunu belə gözəyarı saysaydım daha asandı da. Nə ehtiyac var idi buna? Amma sual böyüdükcə, indi növbəti suala da gəlin baxaq. Sual böyüdükcə gözəyarı saymaq çətinləşir. Bu yolla isə dəqiq cavabı tapa bilərsiniz. Gəlin baxaq növbəti suala. Bax artıq bu sualı gözəyarı saymaq istəsən, ən azı 14-15 gediş saymalısan. Bu da o deməkdir ki, ya dəhşət çox vaxtın gedər, ya da çox böyük ehtimalla cavabda səhv olarsan. Amma bayaq öyrətdiyim qayda ilə bu sualı həm tez, həm də dəqiq həll etmək mümkündür. Gəlin baxaq indi bu suala. Deməli, bu sualda birinci başlayırıq qırmızıdan. Boz, göy, sarı, qara. Bu qayda ilə gedəcəyik. Qırmızı, boz, göy, sarı, qara. Şərtlər eynidir bundan əvvəlki sualdakı ilə. Deməli, nə edirik tez? Qırmızıların üzərinə yazırıq 1. Bütün qırmızıların üstünə 1 qeyd edirik. De bəzən soruşa bilərsiniz ki, bəs ay müəllim, dövlət qulu imtahanı kompüterdədir də, biz onun üstünə yaza bilməyəcəyik. Yəni çətin bir şey deyil. Tez bunun cədvəlini kağıza çəksən, tez çəkdim bunu deyək kağıza. Maksimum dərəcədə tez çəkdin. Məsələn, rəngləri yazsan, sarını S kimi yazsan, qaranı qa kimi, qırmızını qızı kimi. Bunu tez 1 dəqiqəyə köçürtdün. Ondan sonra qırmızıların üzərinə, bunu karandaşla yazın, qırmızıların üzərinə 1, 2 falan bayaq dediyim qayda ilə yaza bilərsiniz. Yəni bunu kağıza köçürüb 1 dəqiqə bu vaxtınızı alır da bunu köçürtmək, uzağı 2 dəqiqə. Amma ən azından sualı həll edə bilərsiniz. Yəni nəinki şifahi üzərində o 14-15 gedişi diqqətlə hesablamağa çalışmaq. Qırmızıların üzərinə 1-i yazdıq. İndi qırmızıdan sonra nə gəlməli idi? Baxın, boz. Qırmızıdan sonra boz gəlməlidir. Hər boz neçə qırmızıya bitişikdirsə onu yazıram. Bax, bu boz 1 qırmızıya bitişikdir. Bunu artıq tez-tez eləməliyik. 1. Bu boz 2 qırmızıya bitişikdir. Yuxarısında, aşağısında. Yazıram 2. Bu boz da 2 qırmızıya bitişikdir. Sol, sağ. Yazıram 2. Həmçinin bu boz da 2 qırmızıya bitişikdir. Yuxarıdan, aşağıdan. Bu boz isə yalnız bu 1 qırmızıya bitişikdir. Yazıram 1. Bozlar da getdi. Keçirəm göyə. Göydə bozdan əmələ gəlməlidir. İndi bozlardan göylərə, yəni hər göyə bitişik neçə boz varsa onların cəmini yazıram. Bu göyə 2 boz bitişib. 2 və 2, 4 boz birləşib. Baxın, 2 belə, 2 belə. Bunların cəmini yazırıq, ha. Yazırıq 4. Məsələn, bu göyə birləşib 2, 1, 1, yenə 4 boz. Yazıram 4. Yəni, üstündəki ədədlərin cəmini yazırıq. Bu göyə sadəcə 1 boz birləşib. Yazıram 1. Qırmızını saymayın, ha. Göy bozdan əmələ gəlməlidir. Bozdan sonra gəlib deyə. Bu göyə 1 boz birləşib. Yazıram 1. Və nəhayət bu göyə isə 2, 2. 4 boz birləşib. Yazıram 4. Göyləri də həll elədik. Keçirik sarıya tez. Sarı da göydən alınmalıdır. Hər sarıya neçə göy birləşibsə, onların cəmini yazıram. Məsələn, bu sarıya heç göy birləşməyib. Diaqonal sayılmır. Sətir sütunla birləşən göy yoxdur. Bu artıq getdi 0. Bu sarıya 4, 1. Cəmi 5 göy birləşib. Yazıram 5. Bax, cəmini yazırıq. Bu sarıya 4, 1, 5 göy birləşib. Yazıram 5. Bu sarıya 4 göy birləşib. Yazıram 4. Və buna da 1 göy birləşib. Yazıram 1. Və indi keçirik qaraya. Hər qaraya neçə sarı birləşibsə, onların da cəmini qaraya yazmalıyıq. Deməli, bax, bu qaraya 5 sarı birləşib. Yazıram 5. Bu qaraya diqqət edəsək 0 sarı birləşib. Bu 0 idi. Yazıram 0. Bu qaraya da həmçinin 0. Bu qaraya 1 sarı birləşib. Yazıram 1. Və nəhayət bu qaraya 4, 1, 5 toplasam 10 dənə sarı birləşib. Yazıram 10. Və salam. Sonuncu qara deyildi. Bax, sonuncuları 5, 10, 1 də sıfırları saymıram. Bunları toplamalıyıq. Deməli, 10 üstə gəl, 5 üstə gəl, 1. Cavabımız nə olur? 16.
İzah edirəm deyə çox vaxt gedir. Bu qaydanı biraz özünüzə alışdırırsaz, bu qayda ilə imtahanda bu sualları tez həll edə bilərsiniz. Gəlin indi bir dənə də suala baxaq bununla bağlı. Lap tam mahiyyəti başa düşək. İndi məsləhət görürəm ki, bu sualda videonu saxlayıb özünüz həll edəsiniz. İmtahandaymış kimi bu AC imtahanına düşən sualdır. Birinci özünüz həll eləyin, görək izah elədiyim qaydanı tam başa düşmüsünüz. Daha sonra davamına baxın. Deməli, burada neydən başlayırıq? Sarıdan. Deməli, nə edirik? Sarıların üzərinə qeyd edirik 1. Növbəti nə gəlməlidir? Boz. Hər boz neçə sarıya birləşibsə, onların cəmini yazıram. Bu boz 1 sarıya birləşib. Diagonal sayılmır. 1. Yazıram 1. Bu boz da 1 sarıya birləşib. Yazıram 1. Bu boz 2 sarıya birləşib. 1, bu da 1. Yazıram 2. Bu boz 1 sarıya birləşib, bu da 1 sarıya birləşib. Bunları yazdıq. Növbəti gəlməlidir qara. Hər qara, baxın bozdan sonra gəlir. Neçə boza birləşibsə onu yazıram. Bu qara 1 boza birləşib. Yazıram 1. Bu qara da 1 boza birləşib. Yazdım 1. Bu qara heç bir boza birləşməyib. 0. Bu qara, baxın 2 üstəgəl 1, 3 boza birləşib. Yazıram 3. Bu qara 1 boza birləşib. Yazıram 1. Bu da getdi. Gəldi qırmızı. Qırmızı da qaradan alınmalıdır. Baxın, ətrafındakı qaraların sayını yazıram. Bu qırmızı heç bir qaraya birləşməyib. Yəni, sətir və ya sütunla birləşməyib. Deməli, 0-dır. Bu qırmızı 3 dənə qaraya birləşib. Yazıram 3. Bu qırmızı 3 və 1, 4 qaraya birləşib. Yenə deyirəm, tələsib bunu da saymayın. Sətir, sütuna baxın. 3, bu da 1, 4. Bu qırmızı 1. Həmçinin bu qırmızı da 1 qaraya birləşib, 1. Bunları da yazdıq və tez keçirik yaşıla. Hər yaşıl neçə qırmızıya birləşibsə, onların sayını yazırıq. Bu yaşıla baxaq. 3, 4, 7 qırmızıya birləşib. Yazıram 7. Bu yaşıl, bunlar heç bir qırmızıya birləşmir. Bunlar avtomatik 0-dır. Bunların mənası yoxdur. Bu yaşıl 1 qırmızıya birləşib, yazıram 1. Bu yaşıl da heç qırmızıya birləşməyib, 0. Deməli, nə olacaq? Baxaq, bizdən yaşıl deyildi, sonuncu. 7 və 1. 7 üstəgəl 1. Cavabımız olacaq 8. Və bu da oldu bu sualların asan həll qaydası. Ümid edirəm videomuz sizlər üçün faydalı oldu və artıq növbəti imtahanda bu sual tipindən qabağınıza çıxsa, asanlıqla həll edə bilərsiniz. Əgər proqramı əhatə edən bütün sual tiplərini bu şəkildə asan həll qaydaları ilə öyrənmək istəyirsinizsə, məntiqi daha sistemli şəkildə mənimsəmək istəyirsinizsə, qeyd olunan nömrə ilə əlaqə saxlamaqla dərslərimizə qoşula bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.